Aşağıda əlaqə məlumatları olan bölmədə avtomatik olaraq sizin məndən indi sistemdə mənim nömrəm olduğu üçün avtomatik bu hissədə qeyd olunur. Əgər sizdə deməli qeyd olunmasa, özünüz öz telefon nömrənizi əlaqə məlumatları olan hissəyə qeyd edirsiniz. Aşağı hissədə elektron poçt ünvanı mütləq qeyd edilməlidir. Və bütün məlumatları deməli lazım bölməyə əlavə edəndən sonra təsdiqlə yazılan hissəyə toxunuruq. Budur. Arayış uğurla yaradıldı və yükləndi. Deməli, kompüterlə daxil olmuşsunuzsa, avtomatik olaraq arayış yuxarıda PDF formata kompüterə yüklənir. Əgər telefonla daxil olub arayışı əldə etmişsinizsə, telefona PDF formatda arayış yüklənir. Deməli, həmin arayışı PDF formatda lazım olan qurumada göndərə bilərsiniz və yaxud da kserokopiya olan yerlərdə deməli PDF formatı təqdim edirsiniz, göndərirsiniz onların kompüterinə. Onlar sizə A4 formatında, yəni sizə arayışı çıxardıb kağız formatda verirlər. Deməli, istehsalat zədəsi haqqında arayışın onlayn əldə edilməsi videosu bu qədər. Ümid edirəm ki, bu videom sizlər üçün faydalı oldu. Əgər faydalı oldusa bəyənməyi və kanalıma abunə olmağı unutmayın. Baxdığınız üçün sağ olun.